Herkese salam, mən Daşqın Adgözəlov. Bugün maliyyə hesabatlılığı fənnindən maliyyə hesabatının təqdim olunması mövzusunu izah etməyə çalışacağam. Mövzumuz 3 sualdan ibarətdir. Birinci sualımız maliyyə hesabatının təqdim olunduğu ünvanlar və müddətlər. İkinci sual maliyyə hesabatı formalarının düzəlişlərin aparılması qaydası. Üçüncü sual inventarlaşma maliyyə hesabatının etibarlılığını təmin edən üsullardan biri kimi. Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının 29 iyun 2004-cü ildə qəbul edilmiş qanunun 8-ci maddəsinə uyğun olaraq bütün ictimai əhəmiyyətli qurumlar özlərinin maliyyə hesabatını yalnız maliyyə hesabatlarının beynəlxalq standartları əsasında tərtib etməlidirlər. Kiçik sahibkarlıq subyektləri sadələşdirilmiş uçot qaydalarına uyğun olaraq maliyyə hesabatları tərtib edə bilərlər. Kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir. İlk öncə, il ərzində oktyabr ayının 1-nədək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qeydiyyata alındığı tarixdən dekabr ayının 31-i daxil olmaqla. İkinci, oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qeydə alındığı tarixdən növbəti dekabr ayının 31-i də daxil olmaqla. Digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla həyata keçirilir. Kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş, yəni konsolidə edilmiş maliyyə hesabatlarını dövlət orqanlarına qanunvericilik aktları ilə müəyyən olunmuş hallarda, qaydada və müddətdə təqdim edirlər. İctimai əhəmiyyətli qurumların illik və konsolidə edilən maliyyə hesabatları qanunvericiliklə müəyyən edilən hallarda auditor rəyi ilə birlikdə mətbu orqanda dərc olunmalıdır. Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədən kənar dövlət fondları maliyyə hesabatlarını büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun tərtib edirlər. Qeyri-hökumət təşkilatları tələb olunan maliyyə hesabatlarını qeyri-hökumət təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun olaraq hazırlayırlar. Bələdiyyə orqanlarının maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi qaydaları bələdiyyə tərəfindən tənzimlənir. Müəssisə illik maliyyə və konsolidə edilmiş maliyyə hesabatlarını hesabat dövrünün sonunda müvafiq olaraq 4 ay və 6 ay müddətində təqdim etməlidir. Maliyyə hesabatının hazırlanması, təqdim edilməsi və dərc edilməsinə müəssisənin direktorlar şurası və ya digər idarəetmə orqanı, belə bir qurum olmadığı halda isə müəssisənin rəhbəri cavabdeh hesab olunur. Maliyyə hesabatı doldurulan zaman hər hansı bir səhvə yol vermək olmaz. Konkret olaraq yol verilən bir səhvi düzəltmək olmaz. Mühasibat uçotu haqqında qanunda dəqiqləşdirilmiş maliyyə hesabatının təqdim olunması imkanları nəzərdə tutulmur. Cari dövrün təsərrüfat əməliyyatlarının düzgün əks etdirilməsi aşkarlandığı hallarda hesabat dövrünün sonunadək mühasibat uçotunun müvafiq hesablarında əlavə müxabirləşmələr tərtib edilməklə düzəlişlər aparıla bilər. Hesabat ili başa çatdıqdan sonra əgər illik maliyyə hesabatı hələ təsdiq olunmamışdırsa, düzəlişlər dekabr ayının mühasibat müxabirləşmələrində həyata keçirilir. Bu düzəlişlər müvafiq ünvanlara təqdim olunur. Əgər ötən ilin təsərrüfat əməliyyatlarında yol verilən səhvlər cari ildə müəyyənləşdirilmişdirsə, onda hər hansı bir düzəlişin aparılmasına yol verilmir.
Beləliklə, bütün hallarda yol verilən səhvlər həmin dövrdə düzəldilməlidir. Ötən tarixlə düzəlişlər aparmaq olmaz. Mühasibat uçotunda səhvlərin müstəqil surətdə aşkarlanması və düzəldilməsinə görə təşkilatın baş mühasibinə cərimə yazılmır. İnventarlaşma dedikdə təşkilatın əmlak və öhdəliklərinin faktiki mövcudluğunun mühasibat uçotu standartlarına və məlumatlarına uyğunluğunun yoxlanılması başa düşülür. İnventarlaşmanın başlıca məqsədi aşağıdakılardır. 1. Əmlakın faktiki mövcudluğunun aşkara çıxarılması. 2. Əmlakın faktiki mövcudluğunun mühasibat uçotu məlumatları ilə üzləşdirilməsi. 3. Maliyyə öhdəliklərinin uçotda tam əks etdirilməsinin yoxlanılması. Bu zaman müəssisənin əmlakı dedikdə əsas vəsaitlər, qeyri-maddi aktivlər, maliyyə qoyuluşları, istehsalat ehtiyatları, hazır məhsullar, mallar, digər ehtiyatlar, pul vəsaitləri və onların ekvivalentləri, digər maliyyə aktivləri, maliyyə öhdəlikləri, kreditor borcları, bank kreditləri, borclar və ehtiyatlar başa düşülür. Bunlardan başqa təşkilatın mühasibat uçotunda qeydə alınan, lakin ona mənsub olmayan əmlakın digər növləri, habelə hər hansısa bir səbəbdən qeyd olunmayan əmlak da inventarlaşmaya məruz qalmalıdır. Yerləşdiyi məkandan, yerdən asılı olmayaraq, təşkilatın bütün əmlaki və ya maliyyə öhdəliklərinin bütün növləri inventarlaşdırılmalıdır. Əmlakın inventarlaşdırılması onun yerləşdiyi yerlər və maddi məsul şəxslər üzrə həyata keçirilir. İnventarlaşmanın aparılması qaydası təşkilatın rəhbəri tərəfindən müəyyənləşdirilir. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi əsasında məcburi inventarlaşma aparılması da mümkündür. Bütün hallarda illik hesabat tərtib ediləndən əvvəl inventarlaşma həyata keçirilir. Təşkilatda inventarlaşmanı aparmaq üçün aşağıdakı tərkibdə komissiya yaradılır. İlk öncə komissiyanın rəhbəri, təşkilatın rəhbəri yaxud onun müavini, komissiyanın üzvləri isə baş mühasib, struktur bölmələrinin rəisləri və ictimaiyyətin nümayəndəsi. Bununla yanaşı, bilavasitə əmlakın inventarlaşmasını aparmaq üçün aşağıdakı tərkibdə işçi komissiyası yaradılır. Komissiyanın sədri, inventarlaşmanı təyin edən təşkilatın rəhbərinin nümayəndəsi, komissiyanın üzvləri, mütəxəssislər, iqtisadçılar, mühasibat şöbəsinin işçiləri, menecerlər, əmtərşünaslar. İnventarlaşma komissiyanın tərkibinə təşkilatın daxili audit xidmətinin nümayəndəsini, habelə müstəqil auditor təşkilatının mütəxəssisini də daxil etmək olar. Daimi fəaliyyətdə olan və işçi inventarlaşma komissiyasının fərdi tərkibi təşkilat rəhbərinin əmri yaxud sərəncamı ilə təsdiq edilir. Daimi fəaliyyətdə olan inventarlaşma komissiyasının vəzifələrinə aiddir. 1. İşçi komissiyalarının təlimatlandırılması, nəzarət qaydasında yoxlamaların aparılması, əksik gəlmələrə yol verən maddi məsul şəxslərin izahatlarının araşdırılması və digərləri daxildir. İnventarlaşma bir neçə mərhələdə aparılır. İlk öncə hazırlıq mərhələsi. Bu mərhələdə maddi məsul şəxs inventarlaşmanın keçiriləcəyi tarixə mədaxil və məxaric sənədlərinin aralıq reyestrlərini tərtib edir və onları inventarlaşma komissiyasına təqdim edir. Bu sənədlər inventarlaşmanın keçirildiyi tarixə mühasibat uçotunun hesabları üzrə müvafiq qalıqları müəyyənləşdirmək üçün əsas sayılır. 2. Natural və sənədli yoxlama. Bu zaman əmlakın və öhdəliklərin faktiki mövcudluğu yoxlanılır. Natural inventarlaşmanın nəticələrinin uçotu ilk öncə sənədin əsas forması, inventarlaşma siyahısı və inventarlaşma aktı hesab olunur. İnventarlaşma siyahıları yaxud aktları 2 nüsxədə tərtib edilir. Zəruri hallarda nüsxələrin sayını artırmaq mümkündür.
Adları çəkilən sənədlər ya mürəkkəblə, ya da dircəkli qələmlə aydın yazılmalı, hər hansısa bir pozuntuya və silinməyə yol verilməməlidir. Siyahının hər bir səhifəsində maddi sərvətlərin sıra nömrələrinin sayı və natural göstəricilərin ümumi yekunu yazılı şəkildə göstərilir. Səhvlərin düzəldilməsi siyahının bütün nüsxələrində həyata keçirilir. Üçüncü mərhələdə isə məbləğlərin taksirovkası həyata keçirilir. Bu mərhələdə siyahılarda ilk sənədlərin və mühasibat uçotunun məlumatları əsasında əmlak və öhdəliklərin pulla qiymətləndirilməsi həyata keçirilir. Dördüncü mərhələ müqayisəli analitik mərhələdir ki, bu mərhələdə əmlak və öhdəliklərin faktiki mövcudluğu mühasibat uçotunun məlumatları ilə üzləşdirilir. İnventarlaşma komissiyası kənarlaşmanın səbəblərini araşdırır və onların inventarlaşma nəticələrinin uçotda əks etdirilmə üsullarını təklif edir. Mal-material ehtiyatlarının artıq yaxud əksik gəlməsinin yaranması faktı üzrə maddi məsul şəxslərdən izahat alınır. Siyahının sonuncu səhifəsində qiymətlərin yoxlanılması, taksirovkası yaxud yekunların hesablanması yoxlamanı aparan şəxsin imzası ilə təsdiq edilməlidir. Müqayisəli analitik mərhələnin yerinə yetirilməsinin nəticələri üzrə komissiyanın bütün təklifləri inventarlaşmanın formalı inventarizasiya prosesində aşkara çıxarılan nəticələrin uçotu cədvəlində ümumiləşdirilir. Sonuncu mərhələdə isə inventarlaşmanın 26 formalı inventarlaşmanın nəticələrinin uçotu cədvəlini təşkilatın baş mühasibi və rəhbəri imzalayır və bu haqda müvafiq əmr verilir. Verilən əmr əsasında inventarlaşmanın nəticələrinə dair mühasibat müxabirləşmələri tərtib edilir və onlar mühasibat uçotunun müvafiq registrlərinə işlənilir. Maliyyə hesabatının təqdim olunması müəssisənin maliyyə göstəricilərinin müəyyən qaydalara və standartlara uyğun olaraq hazırlanması və maraqlı tərəflərə çatdırılması prosesidir. Bu maliyyə hesabatlarının formaca və ya məzmunca necə tərtib olunmalı olduğunu, hansı informasiyaların hansı ardıcıllıqla təqdim edilməli olduğunu və kimin üçün nəzərdə tutulduğunu əhatə edir. Hesabatın təqdim olunması sadəcə rəqəmləri göstərmək deyil, bu rəqəmlərin nəyi ifadə etdiyini də aydın şəkildə ortaya qoymaq deməkdir. Maliyyə məlumatı istifadəçilər üçün başa düşülən, aydın və qərar verməyə yararlı şəkildə hazırlanmalıdır. Hesabatın məqsədi müəssisənin gəlirliliyi, maliyyə sabitliyi, borc öhdəlikləri və pul axınları barədə dolğun təsəvvür yaratmaqdır. Maliyyə hesabatı adətən müəyyən dövr üzrə hazırlanır və müvafiq dövr başa çatdıqdan sonra təqdim olunur. Onun tərtibi və təqdim olunma forması beynəlxalq və ya yerli mühasibat uçotu standartlarına uyğun həyata keçirilməlidir. Hesabatlar elektron və ya kağız formatında təqdim oluna bilər. Müasir dövrdə isə əksər müəssisələr hesabatları rəqəmsal şəkildə auditorlara, dövlət qurumlara və səhmdarlara göndərir. Hesabatın təqdim olunması zamanı şəffaflıq, dürüstlük və tamlıq prinsiplərinə əməl olunmalıdır. Hər hansısa bir məlumatın gizlədilməsi və ya natamam göstərilməsi istifadəçiləri yanlış yönləndirə bilər. Bu həm müəssisənin etibarını zədələyir, həm də hüquqi məsuliyyət yarada bilər. Bu səbəbdən hesabatda yalnız maliyyə nəticələri deyil, eyni zamanda uçot siyasəti, istifadə olunan qiymətləndirmə metodları və mühüm qeyri-müəyyənliklər barədə də izahlar verilməlidir. Maliyyə hesabatları yalnız ixtisaslaşmış maliyyə mütəxəssisləri üçün deyil, eyni zamanda qeyri-peşəkar istifadəçilər üçün də başa düşülən olmalıdır. Bu səbəbdən maliyyə hesabatlarının aydın dildə yazılması, qeydlərin düzgün və səliqəli şəkildə təqdim olunması vacibdir. Hesabatı oxuyan investor, bank işçisi və ya dövlət nümayəndəsi rəqəmləri izah edən əlavə məlumatları da görə bilməlidir.
Təqdimatın dəqiqliyi qədər onun vaxtında və ya düzgün ünvana çatdırılması da vacibdir. Məsələn, dövlət qeydiyyatına alınmış hüquqi şəxslər maliyyə hesabatlarını illik olaraq aidiyyatı qurumlara təqdim etməlidirlər. Həmçinin səhmdar cəmiyyətlər hesabatları illik ümumi yığıncaqlarda səhmdarlara təqdim etməyə borcludur. Deyə bilərik ki, maliyyə hesabatının təqdim olunması sadəcə texniki prosedur deyil, bu müəssisənin şəffaflığını, məsuliyyətliliyini və etibarlılığını göstərən vacib bir kommunikasiya vasitəsidir. Maliyyə hesabatlarının formalarında düzəlişlərə gəldikdə isə, əvvəlcədən hazırlanmış və ya təqdim olunmuş maliyyə hesabatlarında sonradan aşkar edilən səhvlərin, uyğunsuzluqların və ya dəyişiklik ehtiyacı olan məlumatların yenidən nəzərdə keçirilməsi və düzəldilməsi prosesidir. Bu həm texniki səhvləri, həm də mühasibat prinsiplərinin düzgün tətbiq olunmaması ilə bağlı məsələləri əhatə edir. Bu cür düzəlişlər müxtəlif səbəblərdən baş verə bilər. Bəzən müəssisə maliyyə göstəricilərini hesablamaq üçün qeyri-dəqiq məlumatlardan istifadə etmiş olur. Bəzən isə uçot qaydaları yenidən formalaşdıqdan sonra əvvəlki hesabatlarda yenidən qiymətləndirməyə ehtiyac yaranır. Həmçinin auditorlar və ya vergi orqanları tərəfindən aparılan yoxlamalar nəticəsində də düzəlişlər tələb oluna bilər. Düzəlişlər sadəcə bir səhvin silinib yenisi ilə əvəz olunması demək deyil. Bu prosesdə səbəbin nə olduğu, səhvin necə baş verdiyi və nə ilə əvəz olunduğu aydın şəkildə sənədləşdirilməli və izah olunmalıdır. Bu da maliyyə hesabatlarının şəffaflığını və etibarlılığını təmin etmək üçün vacib hesab olunur. Düzəlişlər yalnız hesabatın özündə deyil, ona əlavə olunan qeydlərdə də əks olunmalıdır. Məsələn, əgər əvvəlki dövrə dair hesabatda səhv aşkar edilibsə, bu sonraki hesabatda da qeyd olunmalı və istifadəçiyə aydın izah verilməlidir. Bu cür yanaşma istifadəçinin hesabatlara olan inamını artırır və qərarların düzgün verilməsinə imkan yaradır. Maliyyə hesabatlarına edilən düzəlişlər bəzən müəssisənin mənfəət və ya zərər göstəricilərinə də təsir göstərə bilər. Bu, xüsusilə investorlar və kreditorlar üçün mühüm rol oynayır. Ona görə də hər bir düzəliş diqqətlə aparılmalı və maliyyə hesabatının bütövlüyünə xələl gətirmədən sənədləşdirilməlidir. Qeyd etmək lazımdır ki, maliyyə hesabatlarına düzəlişlər təkcə əvvəlki səhvlərin düzəldilməsi üçün edilmir. Bəzən qanunvericilik və ya mühasibat standartlarında baş verən dəyişikliklər digər hesabat formalarında da uyğunlaşdırma və dəyişikliklər aparılır. Bu hallarda müəssisə hesabat formasına yenilikləri tətbiq etməli və bu barədə izahatlar əlavə edilməlidir. Maliyyə hesabatı formalarında düzəlişlər maliyyə hesabatlarının daha dəqiq, dürüst və etibarlı şəkildə əks olunması üçün vacib bir mərhələdir. Bu proses mühasibat işinin peşəkarlığını, eyni zamanda şəffaflığını və hesabatlılığını qoruyan əsas mexanizmlərdən biri hesab olunur. Düzəlişlərin səbəbləri əsasən uçot və ya hesablama səhvləri ola bilər. Əmək haqqının, amortizasiyanın, vergilərin və ya aktivlərin yanlış hesablanması nəticəsində hesabatlarda düzəliş zərurəti yarana bilər. Auditor rəyi nəticəsində də düzəlişlərə ehtiyac yarana bilər. Müstəqil audit zamanı aşkar edilən uyğunsuzluqlara əsasən hesabat formalarında dəyişiklik edilə bilər. Auditorlar rəy verdikdən sonra müəssisə qeyd olunan iradlara əsasən hesabat formalarında düzəlişlər apara bilər. Vergi yoxlamaları zamanı, Dövlət Vergi Xidməti tərəfindən aparılan yoxlamalar zamanı əvvəlki hesabatlarda səhv və ya çatışmazlıq müəyyən edilərsə, müəssisə düzəliş etməyə məcbur olur. Bu, xüsusilə gəlir və xərclərin düzgün tanınmaması hallarında müşahidə olunur. Normativ hüquqi aktlarda edilən dəyişiklik, Maliyyə Nazirliyi və digər səlahiyyətli orqanların yeni forma və təlimatları tətbiq etməsi nəticəsində müəssisələr əvvəlki hesabatlarını yeniləməli olurlar.
Bugünkü mövzumuz bu qədər. Sağ olun.